Qubada Bilim Quba mərkəzi istifadəyə verilib. Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmaq, beynəlxalq elmi texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır. Quba Asan Həyat kompleksində yerləşən mərkəzdə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər. Burada təşkil olunan 4 laboratoriyalarda proqramda təhsil almaq hüququ qazanan 80 şagird də yararlanacaq. Bilim Azərbaycan layihəsi vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanan anlaşma protokolu əsasında həyata keçirilir. Əsas məqsəd 6-14 yaş qruplarında məktəblərin, şagirdlərin elmə, texnologiyaya, innovasiyalara və sahibkarlığa olan marağının artırılmasıdır. Və layihə çərçivəsində Bilim Bakı mərkəzi artıq 3 ildir fəaliyyət göstərir. Bu dövr ərzində 120 mindən artıq paytaxt məktəblisi təlimlərdən yararlanmışlar. Bakü'de yürütmüş olduğumuz birlikte ortak projelerimizi Azerbaycan'ın diğer şehirlerine de yaygınlaştırmak maksadıyla şu an Kuba'da yeni merkezimizin açılışındayız. Burada da yine aynı şekilde matematikten doğa bilimlerine, teknolojiden astronomiye hem bilim ve teknoloji alanında atölye çalışmalarıyla gençlerimiz bilim ve teknoloji alanında farkındalık kazanacaklar.